Hər kəsə salamlar olsun. Bu videoda mən 2025-ci il Güvən Nəşriyyatı 2-ci hissə Biologiya test toplusundan Biokimya bölməsindən 110-cu sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, molekul kütləsi 44.000 olan zülalın tərkibindəki amin turşularının translyasiyadan əvvəlki orta molekul kütləsinin cəmini hesablayın. Əvvəlcə kütləsi 44.000 olan zülal molekulundakı amin turşularının sayını bilmək lazımdır. Bunun üçün 44.000-i bölürük 1 amin turşusunun orta molekul kütləsinə 110-a bərabərdir 400 amin turşusu olduğunu tapırıq. Və biz bilirik ki, amin turşularının sərbəst halda, yəni zülalların tərkibinə birləşməmişdən əvvəl sərbəst halda kütləsi 128 atom kütlə vahidinə bərabərdir. Bunun üçün 400 amin turşusunu vururuq 128-ə, tapırıq 51.200 atom kütlə vahidinə bərabər olur. Demək, doğru cavabımız olur D variantı.